Düzdür. Görkümlərlə gəlib qonaq edirəm da mən burada. Neyniyəm? Borca qışqırırsan, elə mənə dərdim yoxuymuş da. Hələ bir daha mən paramı yox. Bakının kara gözlü kızları, güler yüzlü kızları, şirin söz Bakı kızları. Bakının kara gözlü kızları, güler yüzlü kızları, şirin söz Bakı kızları. Danışır Bakı. Bakı vaxtı ilə saat 8-dir. Al. Bəli. Bəli, eşidirəm. Ev verilir. Deməli. Yo xanım, hələ aşağı yeri 500. Bəli. Yox. Yox xanım, hələ aşağı yeri 500-dür. Bəli. Oldu. Bəli. İşte otururum ki burada. Bu ayakkabı da öldürdüğüm ama. Oturmuşken belki vlogumu da çekeyim. Necəsiz? Deməli, mən söz verdiyim kimi yeni bir layihəyə başlayıram. Bir neçə müddət əvvəl bu layihə haqqında sizə məlumat vermişdim. Yəni, bu layihə Azərbaycanda bir ilk olacaq və sizi əmin edirəm ki, hər birinizin çox marağına səbəb olacaq. Əsasən də gənc qızların. Yeni layihəm nədən ibarətdir? Mən bugün evdən ayrılmışam və özümə yeni ev kiralayacağım. Vlogumda isə sizə necə ev kiralanmalı olduğunu və tək yaşamağın çətinliklərindən danışacağım. Ümid edirəm hər kəsə maraqlı olacaq. Sizi sevirəm, öpürəm. Kanalıma abunə olmağı unutmayın. Bezdimi bu ayakkabılardan da? Öldüm axı. Yox mama, narahat olma. Yox, narahat olma. Özdə ki, mən kitablarımın yarısını qoymuşum qapının ağzına, elə bilərsiniz, zibildir, tullub eləyərsiniz, bax nə badə. Yox mama, dedim də narahat olma. Onsuz da bir-iki evi qaralamışam, gedib danışacağım, görüşəcəm, həll eləyəcəm. Uzağı evə qaydacağım da, gör bax ki, Sumqayıt yolu nə qədərdir ki? Yox da mama, yox. Sən bilirsən ki, o evdə dərs oxumaq mümkün deyil. Mən səs-küydən heç nə eləyə bilmirəm. Özüm burada bir dənə ev tutub qalacağam. Həm də ki, elə yol pulu gəlir, evin puluna çıxır. Mama, zaretkom tutarır. Yaxşı, sağ ol. Bəli. Salam müəllim. Bağışlayın, mən sizə evlə bağlı narahat eləyirdim. Bəli, buyurun eşidirim. Mümkündür mən bugün gəlib evə baxım, evi görüm? Evə?
Hə, əlbəttə baxa bilərsən. Bir də ki, zəhmət olmasa mənə ünvanı bir də izah eləyə bilərsiniz, ya da ki elə WhatsApp-la atın. Ay bacı, mənim telefonum dədə-baba qaydası deyil, knopka ilə olanlardan da qurban sən. Hə. Hə, yəni onda location yoxdur. Orijinal location mən özüm. Bax, gəlirsən Olimpə. Bax, Olimp. Üzvü çöndərdin arxaya, gördün ki, 100-cü Sənət Universiteti. Ay, sol. Bax, oradan üzü yuxarı qalxırsan. Yuxarı qalxa, sağ seçir. Özün görürsən, sağda dönər var, təkər yeri var, aptek var. Ora çatdın, tin ucundan dönürsən sağa. Ay, sol. Sağa döndün, bir tin qabağa gəl, zəng vur, mən səni qarşılayayım da. Kerimci, yaxşı mənim, aydındır. Çox sağ olun, çox sağ olun. Sağ olun. Bəli, orijinal location. Oldu, gözləyirəm. Gəl. Salam, mama, necəsən? Salam qızım. İnstituta getdin? Mama, Bakıya təzə gəlmişəm. Gözdə də gedəcəm, narahat olma. Ev məsələsini həll edib gedəcəm, narahat olma. Qızım, gecikərsən qeydiyyata sənin yerinə kimsə salarlar. Ay mama, bir həftə qalıb, hələ bir həftə. Çatacam, narahat olma da, narahat olma. Həll eləyərəm. Pulu yaxşı yerdə gizlət. Şəhər yeridir, oğrayarlar səndən. Mama, elə qışqırsan, oğurlayacaqlar. Sakit oldu. Yaxşı qızım, yemək yemisən? İndi oturmuşam kafedə. Axşam tərəfi həll eləyərəm. Bir dənə evlərə baxım, həll eləyəcəm, narahat olma. Evlərə baxdın? Ay mama, hər 15 dəqiqədən bir zəng vursan, evlərə baxa bilməyəcəm, başa düşürsən? İşlərimi görə bilmirəm sənə görə. Yaxşı, ev tutanda xəbər eləyərsən mənə. Yaxşı, xəbər eləyəcəm, narahat olma. Amma çox xahiş eləyirəm. Zənglərin arasında heç olmasa 1 saat fərq olsun. 1 saat heç olmasa. So, öpdüm səni. Öpdüm. Sağ ol. Bəli, Alo, bəli. mən sizin elanla maraqlanırdım. Necə? Deməli, mən blogerəm özüm. Yəni ki, siz o evi mənə versəz, mən sizə həm də PR eləyəcəm. Hə, anlayıram. Siz location göndərə bilərsiniz mənə? Sizi görüm, məsələ palajenisiniz qalasız. Qulaq as. Location ehtiyac yoxdur. İncəsənət Universitetini tanıyırsınız, Olimpdə. Gəlirsən onun qabağına. Sonra sol çiyinin üstə yavaş-yavaş üzü yuxarı qalxırsan. Hələ oradan sağ tin ucunda aptek var. Oradan dönürsən sağa. Döndün sağa, gəlirsən növbəti tin 4 yolu gördün. Mənə zəng vur, mən səni qarşılayacağam. Oldu, əlbəttə, başa düşdüm. Onda mən gələndə sizə xəbər eləyəcəm. Hə. Bundan yaxşı location. Oldu, sağ olun. Oldu, gəl gözləyirəm. Ana, zibila. Dedim də İncəsənət Universitetindən üzü yuxarı qalx. Hayatım, gedəcək. Gəl, nə bilə qalasan səni. Çox sağ ol qardaş. Alo, salam qardaş, necəsən? Ha, bu Samir sənin nömrəni mənə veribdi. Sənin evi şəkillərini göstəribdi mənə internetdən. Mən çox bəyənmişəm. Samir də tanımırsanmı sən Samiri? Mənim qonşum Samir. Ha, eybi yoxdur. Mən sizi tanış eləyərəm. Vırş oğlandı. Eşidirsənmi məni? Ha, bu ev duruymu hələ səndə? Ha, əla. Mən gəlirəm ha evə sənin yanına.
Neçə saata? Ay qardaş, biz neçə saata çatıyıq? 4 saat. Ha, 4 saata deyir. Orada olmayacaqsanmı? Ay qardaş, gözləyə bilmərsənmi sən məni? Gəlin pulu sənə verim, mən o açarı götürüm da səndən. Narahat olmayasan ha. Mən pulu verəcəm, açarı götürəcəm. İş danışıqdan keçiyi. Ha, çox sağ ol qardaş, gəliyəm. Çox sağ ol qardaş, Allah razı olsun. Aa, bu qızlar məni gicələdi. Neçə dəfə demək olar? İncəsənətdən yuxarı. Ay bacı, incəsənətdən yuxarı qalx da. Ha nənə? Bana nə oldu? Heç nə, səninlə döyürəm, ay nənə. Nənə qurban olaram, qoy işimizi görək. Sağ ol. Sağ ol ay nənə. Yanına. Tərtəmiz. Bu nənəmdən öyrənmişəm. İkisini bir dənə vursan ekonomdur. Bu nədir? Bal üzü. Bu nədir? Şipilikə. Bu da belə qutardıq, paltarlarla qutardıq. Deyək. Hə bacı, qalx yuxarı. Bax. Qalx da yox. Ancaq qalx. Mən cavanam. Ay bacı, qurbanım sən. Çox çətindir bu incəsənətdən yuxarı qalxmaq. Müəllim, mən buradayam, gəlmişəm. Hə. Yaxşı, qalxıram, yaxşı. Mahir. 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 Hadi burada ne gezirsən, hadi öldüm. Yoxlayıram görüm öz balaca dünyamı bura sıxışdıra bilirəm. Dur git bacıya su getir de gülmeden ölürüm. Su istəyirsən? Bura. Orada bakı olsun. Su ver, şoğarı bax. Ay Allah, hay Allah. Su doldur koy burada. Tez elə. Gəl ha. Hadi su getir dedim. Bu nədir buz getirmisən? Yoxdur da ərisin içərsən. Sənə qurban olum. Bunun üstü açılsaydı bu uşaq. Gör hara girib. Kömək eləyim. Ya. İndi neyiniyim, atmıyor bunu. Sını gəl ha. Ver bura. Aleykümselam, buyurun. Elə bil, biraz köhnə təmiri də. Yaşamaq olar. Buyurun, keçin, evi sizə göstərim. Buradan? Əlbəttə, buyurun. Deməli, mən sizə evin təmirindən danışım. Usta deyirəm, sizə. Bir butulka Bakı konyakına evi təmirləyib çıxıb gedirdilər. Ola bilər valla, mən bilmirəm, heç ev təmir eləməmişəm. Birinci dəfə tutacam inşallah evi. Xeyirli olsun, xeyirli Çox olsun. sağ olun, çox sağ olun. Bilirsiniz də herhalde mən evdə tək yaşayacağım. Bir də ki, mənim üçün tələbə endirmə eləyərsiniz. Endirim. Deməli, mən sizə telefonda danışanda da dedim ki, endirim yoxdur.
Bəli. Sonu 500-dür. Siz yəqin ki, bu ətrafda bütün evlərə baxmısınız. Mənim evimin qiyməti 500 manatdır. Odur ki, xahiş edirəm. Ödənişi də əvvəldən verirsiniz, köçüb yaşayırsınız. Yaxşı. Bəli. Təsadüfən yuxarıda idmançı, aşağıda rəqqasə falan qalmır. Ha, yox, orada deməli bir yaşlı nənə ilə babadır. Hə. Atlı göz nənəmdir. Yəni 100% heç kim səs salmayacaq, mən də dərslərimi rahat eləyə biləcəm, hə? Ha, yox, onlar ölüyə haydırıya pay vermirlər. Pay, bəli. Qədim atalar sözdür. Bu bir. Hı. 2. 2. 3. 3. Əzmi. 4. 4. Hə. 5. 5. 5 də var idi. 5, bəli, 5. 5. 5. Bəs müqavilə? Müqavilə. Siz pul verməyiniz müqavilə, mənim pul almağım da imzalamaq da. Hə, əzmin də, heyf də. Yaxşı, olsun. Onda siz zəhmət olmasa mənə açarı verin, mən evdən əşyalarımı götürüm, tez gəlim. Hə, açarı. Hə, mətbəxdədir. Verin. Bu dəqiqə gətirirəm. Gətirin. Xırda para işləri qalıb. Bir dəqiqə gözləyin. Buyurun. Çox sağ olun. Təşəkkür edirəm, çox sağ olun. Onda mən gedim evə öz əşyalarımı götürüm, gəlim. Mən də xırda para işləri qalıb. Yox, ehtiyac yoxdur, mən hər şeyi özüm, yəni həm hamısını özüm eləyəcəm, heç narahat olmayın. Hamısı mənlikdir. Hə, lap yaxşı bacı, lap yaxşı. Sağ ol, mən də əlimdə işləyirəm. Əla. Hər kəsə salam dostlar, bir daha. Bugün bilirsiniz ki, çox ev gəzmişəm və çox yorulmuşam. Hal-hazırda sonuncu evin qarşısındayım, birazdan girəcəm içəri. Ümid edirəm ki, bu evi bəyənərəm, ev yiyəsi ilə də razılaşaram və bu evə köçərəm. Sonda onu deyim ki, əsas qərarı verməkdir və evdən ayrılmaqdır. Bunu eləyə bilmişsinizsə, bu çox böyük bir nəticədir. Sağ olun, hələlik. Alo Vahid bəy, mən bu 24-cü bina. İkinci mərtəbəyə qalıb. İkinci mərtəbə? Oldu. Bəli, əziz izləyicilərim, mən artıq mənzilin qarşısındayam. Zvanoko basırıq. Gəldim. Nənə də bunu dəyişsəydi canımız qutarardı. Hadi azı götürərdi də oradan. Və bu da mənim yeni ev sahibim. Yığışdır onu, bu nədir? Yeni. Ay xanım, yığışdırın da ona nə ehtiyac var ki? İzləyicilərimlə görüşmək. Lap yaxşı, indi söndürün biz. Birazdan dönəcəm sizə.
Salam, necəsiz? Sağ ol, yaxşıyam. Sən necəsən? Rahat gəldin? Çox sağ olun, mən də yaxşıyım. Yaxşı. Əla, super. Mən gender bərabərliyinin, yəni tərəfdarıyam da. Əla. Nəyin tərəfdarısan? Gender bərabərliyi. Yəni qadın kişi hüquqlarının bərabərliyi. Eşitməmisiniz bu termini? Yox, birinci dəfə də eşidirəm. Bir qulaq gündə bir söz eşitməsə kar olar. Nəysə. Deməli, evin təmiri biraz deyəsən köhnədir, deyəndə elə köhnədir, amma otaqlar çox genişdir. Əla partilər eləmək olar burada. Nə eləmək olar? Parti. Ay yox, ay bacı, partiya nədir? Nənəm aşağıda yaşayır, mənim. Gələr burada sənə bir dənə toy tutar ki, sənin partin onun yanında heç nə olar. Siz narahat olmayın, mən Nənəşqa ilə dil taparam. Biz qadınlar bir-birimizi yaxşı başa düşürük. Bir də onu deyim, mən evi çox bəyəndim. Bu sizin 350 manatınız. 150 manat indirim eləmisiniz. Çox sağ olun, minnətdaram. Bir də zəhmət olmasa açarı qoyarsınız kovrikin altına. Mən getdim, bir-iki işim var, onları həll edib gələcəm. Yaxşı. Yine girip televizyonun içine. Mahir. Bacı qurban, keç oradan bax da. Adı gözün ağrıyacaq. Çek de ha. Bacı qurban, keç oradan. Kim oynayır? Top. Adı onu bilirəm. Deyirəm yəni hansı komanda oynayır? Bilmirəm, mən futbola baxmıram, topa baxıram. Hara gelsən, İşim var. Mahir. Bir dənə boğazının altını qaldır. Bacı bir dənə maç eləsin. Topa baxıram. Bir dənə bacı. Topa baxıram eləmə. Maç eləsin. Topa baxıram Bak deyirəm. getməyəcəm ha. Get. Bak getməyəcəm. Şimdi deyəm burada da çağıracağım. Bak qoymayacağım. Eləmə də ha. Vallahi yiyirəm ki, oluram ben sonra. İmkan ver. Elimdə şal var giyinik. Bəli. Salam müəllim. Yerləşdirdiyiniz ev elanı ilə bağlı sizə narahat eləyirəm. Ev verilməyibsə mən ona baxa bilərəm. Evə baxmaq istəyirsiniz? Buyurun gəlin bax. İşte. Amma mən tələsirəm. Xahiş edirəm. İmkan varsa biraz tez gəlin. Əslində evə yaxın ərazi dəyəmindir. Bütün mənzillərə baxmışam, bir dənə sizin eviniz qalıb. Zəhmət olmasa WhatsApp-a location ata bilərsiniz? Lokasionsuz qalmısınız. Bəli. Yo, sənlə dörəm. Deyirəm ki, bu location mən. Bu incəsənət universitetini tanıyırsınız? Tanıyıram, tanıyıram. Bəli, onu tanımağın məhsul xoşbəxtliyidir. Deməli, bax sən incəsənət universitetinə üzü yuxarı yavaş-yavaş qalxırsan. Qalxanda görəcəksiniz dönər, nə bilim təkər düzəldən yer, aptek. Bax o tinə çatdınız, dönürsünüz sağa. Bax o bizim binanın küçəsidir. Bir tində gəlin, mən zəng vurub mən sizi qarşılayım. Aha, əla. Gəlirəm indi. Amma tələsirəm də, biraz tez gəlin, çox xahiş eləyirəm. Gözləyin, sağ olun, sağ olun. Çox sağ olun, gözləyirəm. Bəli, eşidirəm. Alo, qardaş bağışla narahat eləyəm mən səni. Ha bu taksinin təkəri buraxıbdı, mən biraz yuvanacağam. Məsələ burasındadır ki, mən özüm tələsirəm. İmkan varsa biraz tez gəlin, çox xahiş edirəm. Ha, yaxşı, onda mən gəlirəm sizin evin yaxınına. Orada görüşərik də biz. Hə, oldu. Onda elə bizim evin yanında bir yerdə görüşək sizinlə. Ha, yaxşı qardaş, yaxşı, çox sağ ol. Sağ olun. Bir dənə bu evi versəydim, mənim damım tutarlardı. Şalvarım əynimdə köynəyim. Ayaqqabı da orada. Getdi.
Əli salam. Əli mən sənə açar vermişdim, onu çatdır da mənə bu gün. Hə, yaxşı bura, yaxşı. Tural, o vaxt açar vermişdim, onu qaytar da mənə. Yatıb lapdan deyir səni. Göndərirəm. Rauf, açar lazım deyə mənə, o vaxt sənə evə vermişdim, onu qaytar da. Hə, yaxşı. Teymur salam. O vaxt açar götürmüşdün, o mənə lazım deyə, bu gün ver də mənə. Yaxşı qardaş, çatdıram. Salam. 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 İstidir. Saxlayın. Böyük evdir. Qəşəng evdir. Bəyənirəm. Kömək edin. Onu mən tut. Mən sayarım. Bilirsiniz necə? Bu ərazidə bütün evlərə baxmışdım. Sadəcə olaraq ya pulum çatmırdı, ya da doluydu. İndi 500 manatdır mənim üçün əslində çoxdur. İndi gələcəkdə yoldaş tutsam, narazıçılıq göstərmərsiniz hər halda. Ha, yox, niyə narahatlıq edim? Salmansız da ayıbdır. Çox sağ olun hər şeyə görə. Siz olmasaydınız heç bilmirəm harda qalacaqdım bugün. Narahat olmayın. Deməli belə, mən indi tələsirəm. Mən sizə evin açarını verim. Bir dəqiqə, bir neçə sualım var. Paltar ya maşın, kondisioner, bir də Wi-Fi var? Var. Aha, əla. Zəhmət olmasa açarı tutun, deyirəm mən tələsirəm. Bəs isitmə sistemi necə? Var? Nə var? Kombi. Ha, var. Əla. Hə, götürün açarı, xahiş edirəm. Hə, burada ala. Bir dəqiqə, Wi-Fi-nin parolunu zəhmət olmasa. Deyim yaz. Bir dəqiqə. Sağ ol. Deyim yaz. Aha, indi. Wi-Fi-nin parolunu demədinizə? Deyim yaz. Mama, iyi. Müəllim. Müəllim, içəridəsiniz siz, müəllim. Salam. Bir dəqiqə. Ay Allah, müəllim məni. Siz verin, narahat olmayın. Mən hər şeyi özüm təmizləyəcəm vallahi. Hamısını özüm eləyəcəm. Yox, narahat olmayın, özüm eləyərəm. Yo, mən bilirəm sizi müəllim yollayıb. Yo, bilirəm sizi müəllim yollayıb. Pulunuz da halal xoşunuz olsun. Mən ona deyəcəm ki, hər yeri yaxşı təmizləmişdi. Mən o bu əşyaları yerləşdirəndə hamısının altını falan hamısını təmizləyəcəm. Narahat valla. Əşya? Nə əşya? Bu əşyalarımı yerləşdirəcəm, nə bura? Buranı mən tutmuşam. Salam, bazı narahat olmayın. Siz mənimlə danışırdınız telefonda bu ev məsələsi. Salam qardaş, salam. Əleyhissalam. Bacı, mən üzr istəyirəm. Sizə evi göstərə bilməyəcəm, tələsirəm, toya gedirəm. Ha, qardaş, heç bir problemi yoxdur. Amma qardaş, dəqiq şəkillərdəki evdir mi o şey? Yo, narahat olma. Eynən şəkildə kimi. Hətta sənə deyim ki, gedib ev özün görəndə halmayal oldusun. Şəkildən də əladır. Ay qardaş, inciməyi, mənim bu Bakıdakı evimiz var idi, onu nənə mənim adıma qoymuşdu. Mənim gəlin bacımın başına özü boyda daş düşsün ya Rəbbim. Evin dalına keçibdi. Ona görə mən biraz narahat oluyam da. İndi rayona qayıtmaq da istəmiyəm buradan. Qorxuyam ona görə. Narahat olmayın. Siz burada özünüzə indi inşallah qalandan sonra əyanda tapacaqsınız. Hələ biz Samirlə də tanış olacağıq. Hələ inansınız, həyat gözəldir. Narahat olmayın. Biraz imkan var, pulu məsələsini həll eləyək. 500 mi verəcəm mən sağa? 500. Ha, verim də bir dəqiqə.
qardaş. Mən bunlara ev versəm, Bakının qara gözlü qızları, gülər üzlü qızları, şirin söz Bakı qızları, Bakının qara göz. mən bunlara ev verməsəm. Ay qardaş, inciməyi. Ha bu içimdə bir narahatlıq var elə bil. Hay bacım, narahat olma. Buyur, babu da açar. Yenə deyirəm, həmdəm tapacaqsan burada özünə. Arxayın olun, arxayın olun. Narahat olmayın. Bax buradan getdiniz, blokdan ikinci mərtəbəyə çıxırsınız. Sağdan birinci qapıdır. Ha, çox sağ ol Oldu, qardaş. sağ olun. Allah Bağışlayın, razı olsun. kömək edin. Problemi yoxdur, sağ olun. Sağ olun, sağ olun. Kül mənim başıma. Kül olsun mənim başıma. Kül olsun valla. Külü götür qoy mənim başıma da. Allah yaxşı deyilsən külü götür mənim başıma qoy. Adama deyirlər ki, makler adamı alladır, makler elədi, makler belədi. Get evin yəsinə çıx. Hə gəldim evin yəsinə çıxdım da bu da evin yəsi. Al sənə ev. Mən bəs neyniyim? Bakıya təzə gəlmişəm, aldadıblar. Mamaya nə deyim? Səndən də 500 alır. 500 almayıb, mən özüm vermişəm o 500-ü. 500 oldu 1000. Necə aldadıb bizə? Allah bilə onun evi deyil, qonşunun evidir. Yox, bir məntiqlə fikirləşdi. Bir gələrsən, müqavilə bağlayarsan, sənəd sürün, əlində bir şey olsun da. Yox, mən gəlirəm Bakıya, Bakıda tək qalacam axı ona görə. Götürmüşəm bu kitabları da vurmuşam qoltuğuma, gəlmişəm Bakıya. Al sənə Bakı. Bütün pulumu da aparıb vermişəm. Mən də bütün mənzillərə baxdım, gördüm ki, o qədər adam var ki, yəni orada yaşaya bilmərəm. Fikirləşdim hələ ki burada qalaram, sonra da yoldaş taparam, bir yerdə qalarıq. Amma gələcəkdə indi yox. Uf, bizim yerimizə qərar verdi bu da. Bir dəqiqə, gözlə. Əvvəl adboy verirdin, söndürüb telefonu. Yox, əvvəl adboy verirdin, ən azından zəng çatdı. Amma indi telefonu söndürüb, heç bir zəngimizə cavab verməyəcək bizim. Yenə? Ha bura haradır? Mən səhv mi gəlmişəm? Neynisiz də burada mənim evimdə? Ayda biabırçılıqdır. Gəlin xanım, gəlin jackpot qazanmızı, xəbəriniz yoxdur, gəlin. Nə? Nə pot? Hə, pot. Az aldadıblar bizi, aldadıblar. Siz inanırsınız, mən bilirdim ha. Mən şübhələnmişdim ha bundan. Ha bu gədənin sifətindən maşenniklik yağı idi. Bilirdim mən. Bilirdim, onda niyə eləydin? Ay bacı, nə bilim, fikirləşdim ki, ha birdən öz-özümə şübhələnəyəm da. Cəmaatın günahına girməyim. Elə düz fikirləşirdim. Aldadıblar bizi, özdə hamımızı. Cəmaatda fərasətə bax, sən fərasətə bax. Mahir. Ay Mahir. Gör nə qəşəng hava var. Ada gəl biraz təmiz hava al da. Bəsdir də nerede oynadın? İstəmirəm də. Səhər açılandan tak beynim getdi ki. Mahir. Ada heç olmasa mənlə oyna da. Sən zəhər tutursan. Herkese salam dostlar bir daha. Bugün bilirsiniz ki karşısında birazdan göreceğim. Nə qəşəng qızdır. Görəsən hara kötü. Nə oldu? Nə oldu? Hey, nə oldu? Ada nə oldu? Nə oldu? Yaxşısan? Yaxşısan? Az qalmış zəhər oldu bu. Yavaş ol da. Yaxşısan. Yavaş ol. Yavaş ol, yıxılarsan. Yavaş ol Mahir, yıxılarsan. Yıxılarım, canım sağ olsun. Yaxşı. Çoxdan yaxşı. Yaxşı da. Evi de beğenirim, bu evi götürürüm. Bir de onu qeyd edeyim ki, ən əsası qərarı vermək və evdən ayrılmaq. Mahir, deyəsən təzə qonşudur. Sizə
Görəsən hara köçüb? Yuxarı. Şurada yavaş ol da, qışqırma. Deyirəm gərək gedim baş çəkimi görüm hardan gəlib, kimdir, nəçidir. Mən deyilsin. Hara deyirəm? Mən deyil. Eləmə, eləmə. Bilirim. Bəsən, Bilirim ki döndürəm, eləmə deyirəm sənə. Eləmə də, eləmə, bir altında gəl, eləmə. Bəsən nə Eləmə. danıyırdın? Sən döndürmə məni, eləmə. Yaxşı da. Ged otur, əl çəkməyəcəksən. Mən də gedim bir şey hazırlayım. Əl boş getmək yaxşı deyil. Otur. Eləmə də, eləmə. Bilirəm xoşun gəlməz, eləmə də. Şeytan ha. Yenə mi qız? Bəli, əziz izləyicilər, mən nəhayət ki öz evimdəyim. Bugündən etibarən tək yaşayacağam burada. Axşamınız xeyir. Siz kimsiz? Bu evin halı nədir belə? Biz yox, siz kimsiz? Mən bu evin yeni kirayəşini, həm bloger, tiktoker, bəlkə tanıyarsınız. Yo, tanımırıq. Tanımırıq. Kimin? Kimin? Nə kimin xanım? Siz də 500 vermişsən? 500 yox, birincisi mən 250 manat vermişəm endirimli qiymətlə. Amma siz də biz də deyəndə, yəni nəyi nəzərdə tutursunuz? Məsələ ondadır ki, bu evi bizim dördümüzə də eyni zamanda kiraya veriblər. Hamımıza. Dur. Əziz izləyicilər, mən hal-hazırda şokdayam. Mən inana bilmirəm. Siz heç təsəvvür eləyə bilmərsiniz ki, mənim başıma nə gəlib. Mənim tək tutduğum evi 4 nəfərə kiraya veriblər. Siz bunu başa düşə bilirsiniz? Mən də nə edəcəm? Hara müraciət eləyəcəm bilmirəm. Əsəbdən dilim dodağım qurudu. Yəni danışa bilməyəcəm. Bir dəqiqə, indi belə çıxır ki, biz dördümüz də bir yerdə yaşayacağıq. Belə çıxır ki, hə. Yox, mən istəmirəm. Bağışla da bu səs vermə deyil, reallıqdır. Yox, mən öz evimdən çıxmışam ki, ayrı ev tutmuşam ki, tək yaşayayım, öz şəraitim olsun, öz düzənim olsun. İndi yağışdan çıxdıq, yağmura düşdük. Bu o deməkdir ki, biz yağışdan çıxdıq, yağmura düşdük. Qız nə qışqırırsan bura? Bəs nə edəcəyik? Bir dənə bu müəllimi tutsaydıq. Tutsaydın. Amma tuta bilmirəm, çünki telefonunu söndürüb kişinin oğlu. Aa, telefon da bağlıdır. Mənim görəcək elə günlərim var. Siz Allah, mən burada nə edəcəm indi? Görkümlərlə gəlib bunu gələcəm. Mən burada nə edəcəm? Bu adam orada qışqırırsan, elə mənə dərdim yoxmuş da. Hələ bir daha mən paramı Dayanın. Biz bir şey fikirləşməliyik, çünki yəni belə dava eləməklə heç nə olmayacaq. Biz bir şeylər fikirləşməliyik. Nə fikirləşəcəyik? Həmən Fikirləşsinən də. fikirləşirəm də. Yəni mən indi fikirləşirəm ki, Day fikirləş qutar da. fikirləşirəm ki, indi fikirləşə bilmirəm, amma 100% fikirləşəcəm mən 100%. Hə, narahat olmayın. Əziz dostlar, bax görürsüz ki, bayaqdan burada bu problemi heç cür həll eləyə bilmirik. Biz xahiş eləyirəm, sizin nəsə əgər təklifiniz varsa, yazın mənə. Siz Allah, ha bu orada səhərdən kimlə danışıyır? İzləyicilərim zad deyir. Aparıcı mı o? Yox canım mən, fenomenəm mən. Nə sən? Fenomen. Ay bəsdir də, fenomen belə gəldi. Nə bilim canlı yayım elə getdi. Bəstirin də. Dəz başımıza gəlməyən qalmayıb. Başa düşürsüz bunu? Nə gəlib başımıza səndə? Day nə gəlməyib ki?